Salam gənclər, hər vaxtınız xeyir olsun. Mən MHM Tədris Mərkəzinin Azərbaycan dili və ədəbiyyat müəllimi Rövşənə Ağayeva sizlərə bugün OTK sınağında təqdim olunmuş ədəbiyyat suallarının izahını verməyə çalışacağım. Ümidvaram ki, izahım sizlər üçün aydın və anlaşılıqlı olar. Təəssüflər olsun ki, bu dəfə əlimdə təmiz PDF ola bilmədi. Ona görə də mən üzərində yazılmış PDF əsasında izah çəkəcəm. Siz əsas mənim verdiyim cavablara yönlənin, şagirdin qeydlərinə yox. Başlayaq. 61-ci testdə deyilir ki, Əhməd Cavadın Azərbaycan bayrağının əsəri ilə bağlı yanlış fikirləri müəyyənləşdirin. Səhv olan fikirləri tapmalıyıq. 1. Bayraqdakı ulduz ayın qoynuna sığınmış kimi təsvir olunur. Bəli, bu doğru fikirdir. 2. Lirik növdə əruz vəznində yazılmışdır. Xeyr, əsər əruz vəznində yazılmayıb, heca vəznində yazılıb. Ona görə 2-ni seçirik. 3. Vətənimizin təbii gözəlliklərindən fəxarətlə danışılır. Bu da yanlış fikirdir. 4. Bayrağın kölgəsi düşən yer mübarək yer adlandırılır. Bəli, tamı-tamına doğru fikirdir. 5. Bayrağa olan sevgi vətənə məhəbbətin simvolu kimi mənalandırılır. Bu da doğru fikirdir. Yəni, 61-ci testimizin doğru cavabı 2, 3, D variantı. Davam eləyək. 62-də soruşulur. Haqverziyevin bomba əsərinə aid doğru fikri müəyyən edin. Usta Feyzulla ilə ədabəti olan Kərbəlayı Zal onu həbs etdirmək istəyir. Kərbəlayı Zalın Usta Feyzulla ilə heç bir ədabəti yox idi. Məhdud dünya görüşünə malik olan Kərbəlayı Zal fərasətsizdir. Bəli, doğru fikirdir. Elə doğru cavabımız B olacaq. Usta Feyzulla özü də çuvalların içində nə olduğundan xəbərsizdir. Xeyr, xəbərdar idi. D. Ədalətsiz iş gördüyü üçün arvadı Kərbəlayı Zalı tənqid edir. Bu da yanlış fikirdir. Sadəcə arvadı ona işdən ayrılmağı təklif eləyirdi. Y. Kərbəlayı Zal xalqın mənafiyini güddüyü üçün vəzifədən kənarlaşmaq istəmir. O, xalqın mənafiyini güdmürdü. Öz mənafiyini güdürdü. Yanlış fikirdir. Yəni, 62-ci testimizin doğru cavabı olacaq B variantı. Davam eləyək. 63. Uyğunluğun pozulduğu nümunələri müəyyən edin. Təşbih işlənmişdir. Baxaq, Camalın günəşdir, qəmərdir üzün. Camalın günəşdir, Camalı günəşə bənzədib. Qəmərdir üzün, üzünü isə qəmərə bənzədib. Yəni, burada təşbih işlənib. Bizdən uyğunsuzluq istədiyinə görə biri götürə bilmərik. Sən cavansan, dünya qoca dünyadır. Burada təşbih işlənməyib. 2-ni götürəcəyik. Metafor işlənmişdir. Yəni, biz metafor işləməyən nümunəni tapmalıyıq. Mən ellər bağında azad bir quşam. Burada təşbih işlənib, metafor işlənməyib, yəni 3. Zümzümənlə şirin-şirin dillən yağış. Burada isə yağışın dillənməsi metafor yaratmışdır. Yəni 63-cü testimizin doğru cavabı 2 və 3 B variantıdır. Davam eləyək. 64. Nizami Gəncəvinin İskəndarnamə əsərində iştirak edən obrazlarla bağlı doğru fikri müəyyənləşdirin. A. Feylaqus dehqan vergisini ləğv edir, sərmayəsizlərdən vergi almır. Bunu eləyən Feylaqus deyildi, İskəndər idi. Yanlış fikirdir. Dara, sərxoş düşmən üzərində adi quldur kimi qələbə çalmağa razılıq vermir. Bunu edən Dara deyildi, İskəndər idi. Yanlış fikirdir. Ərəstu, Zənci ordusunun say çoxluğundan qorxuya düşdüyünü İskəndərə bildirir. Xeyr, əksinə, İskəndər deməli, Ərəstuya bildirir ki, Zənci ordusunun say çoxluğu onda qorxu yaradıb. Qeyd edim ki, bu İskəndərin qorxaqlığı demək deyildi, bu İskəndərin ağıllı olmağını göstərirdi. D. Nüşabənin ağlına heyran qalan İskəndər Bərdənin toxunulmazlığına fərman verir. Bu doğru fikirdir. Testimizin doğru cavabı olacaq D. Y. İskəndərin Bərdəyə gəldiyini eşidən Nüşabə onunla görüşə gedir. Xeyr, yanlış fikirdir. Nüşabə onunla görüşə getmir. Yəni 64-cü testimizin doğru cavabı D olacaq. 65. Səməd Vurğunun Vaqif piyesində verilmiş hadisələrin düzgün ardıcılığını müəyyənləşdirin. Baxaq. 1. Xuraman öz bəxtinə şikayətlərini Vaqifə bildirir. 2. Əli bəy İbrahim xanın qaçma xəbərini Eldar və onun adamlarına çatdırır. 3. Qoca kəndli Qacardan yanğınları, qırğınları dayandırmasını istəyir. 4. Vaqif yazdığı məktubu Gülnara verərək onu Eldara çatdırmasını tapşırır. 5. Vaqif əvvəl oğlunun deyil, özünün öldürülməsini cəllatdan istəyir. Biz verilən bu hadisələri qruplaşdıracağıq. Həmişə dediyim kimi, əvvəl ilk hadisəni, sonra isə son hadisəni tapmalıyıq. Ondan sonra ardıcılıq müəyyənləşdirəcəyik. Bizə təqdim olunan hadisələr arasında ən ilk baş verən hadisə birinci hadisə idi. Yəni, biri yazırıq.
Verilən arasında ən son baş verən hadisə isə 5-ci hadisə idi. Yəni, ardıcıllıq 1 ilə başlayıb 5 ilə bitməlidir. Belə olduğu halda 3 variantımız gedir, əldə qalır 2 variantımız. İndi digər hadisələrin ardıcıllığına baxaq. Baxın, birinci hadisədən sonra 3-cü hadisə baş verir. Yəni, qoca kəndli Qacardan yanğınları, qırğınları dayandırmasını istəyir. Bundan sonra baş verən hadisə isə ikinci distraktordakı hadisədir. Əli bəy İbrahim xanın qaçma xəbərini Eldar və onun adamlarına çatdırır. Daha sonra baş vermiş hadisə 4-cü distraktorda verilən hadisədir. Vaqif yazdığı məktubu Gülnara verərək onu Eldara çatdırmasını istəyir. Yəni, testimizin doğru cavabı 1, 3, 2, 4, 5 Y variantı olacaq. Davam eləyək. Görək 66 nə soruşulur? Deyilir ki, şeir vahidi və janrı eyni olan əsərləri müəyyənləşdirin. Pəri və Azərbaycan. Deməli, Pəri qoşmadır, şeir vahidi bənddir. Azərbaycan şeiri, şeir vahidi bənd olsa da janrı qoşma deyil. Ona görə də biz A-nı götürə bilmərik. B. Ana, Cəfər Cabbarlının ana şeiri və Güşqıl. Onların hərsinin şeir vahidi bənd olsa da Güşqıl müxəmməsdir, ana müxəmməs deyil. Götürə bilmərik. Əkinçi satirası Sabirin və Ağrımaz qəzəli Nəsiminin, heç bunların şeir vahidi eyni deyil. Ağrımazın şeir vahidi beyt, əkinçinin şeir vahidi isə bənddir. Janrına baxmağa belə dəyməz. D. Yağış yağarkən Mikail Müşfiqdən və Dağlar qoşması Aşıq Ələsgərdən. Biz bunları da şeir vahidi və şeir janrı eyni olan əsərlər sırasına verə bilmərik. Y. Türkün dili və söz. Türkün dili qəzəldir. Söz də qəzəldir, janrları eynidir. Hərsinin şeir vahidi isə beytdir. Yəni, testimizin doğru cavabı olacaq Y variantı. Türkün dili və söz. Davam eləyək. 67. Bakıxanovun Hikmətin fəziləti əsərinin məzmunu ilə bağlı doğru fikri müəyyənləşdirin. Qoca hünərin dünyada hər şeydən lazımlı olduğunu bildirir. Xeyr, yanlış fikirdir. Çünki qoca dünyada hər şeydən lazımlı olan şeyi həqiqət adlandırır. Hünər isə dünyada ən xeyirli şey kimi verilir qocanın dilindən, yəni A doğru deyil. B. Şah öz üzüyünü müdrik bir insana hədiyyə etmək üçün məclis qurdurur. Xeyr, şah öz üzüyünü müdrik bir insana hədiyyə vermək üçün məclis qurdurmamışdı. Şah İranda yaşayan bir həkimin üzüyünü layiqli adama vermək üçün məclis qurdurmuşdu. C. Sualları cavablandıran qoca vəzir olmaqdan imtina edib sarayı tərk edir. Xeyr, imtina eləmir. O, şahın bu təklifini qəbul edir. D. Şah suallara müdrik cavablar verən qocanın qarşısında təzim edir. Bəli, doğru fikirdir. Y. Qoca həqiqətin hər şeydən xeyirli olduğunu vurğulayır. Xeyr, yanlış fikirdir. Qoca həqiqətin hər şeydən lazımlı olduğunu vurğulayır. Hər şeydən xeyirli şey kimi, yuxarıda da qeyd elədiyim kimi, hünəri vurğulayır. Yəni, Y yanlış fikirdir. Testimizin doğru cavabı olacaq D variantı. 68. Nizami Gəncəvi və Xətai yaradıcılığı üçün ortaq cəhət kimi götürülə bilər. A. Eyni ədəbi dövrdə yaşayıb yaratmaq. Xeyr, yanlış olacaq. Çünki biri qədim, birisi orta dövrə aiddir. Eyni adlı əsər müəllifi olmaq yanlış fikirdir. Həm əruz, həm də heca vəznində yazmaq, Nizami heca vəznində yazmırdı. Həm lirik, həm də epik növdə əsər yazmaq. Bəli, doğru fikirdir. Testimizin doğru cavabı olacaq D. Ana dilində əsər yazmaq. Nizami Gəncəvin yaradıcılığında biz ana dillə əsər görmürük. Yəni 68-ci testimizin doğru cavabı olacaq D variantı. 69. Hemingway'in Qoca və Dəniz əsərinin baş qəhrəmanı Santiago haqqında doğru fikirləri müəyyənləşdirin. Baxaq. Dənizi ürəkdən sevir, mübarizdir. Doğrudurmu? Bəli, doğrudur. Bəzən dənizə rəqib kimi baxır. Xeyr, dənizə rəqib kimi baxan o deyildi. Gənc dənizçilər idi. Yanlış fikirdir. Dənizdən heç zaman şikayətlənmir, iradə sahibidir. Bəli, doğru fikirdir. Gözlərindəki gənclik ehtirası hələ də sönməmişdir. Bəli, tamı-tamına doğru fikirdir. Qanadlı balıqları dənizin ən təhlükəli canlısı hesab edir. Xeyr, bu doğru fikir deyil. O qanadlı balıqları dənizin ən təhlükəli canlısı hesab etmirdi. Testimizin doğru cavabı olacaq A variantı. Davam eləyək, görək 70-ci sualda nə soruşulur? Deyilir ki, Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Qafqaz müsəlmanlarına xitab şeiri ilə Neylərdin ilahi şeirini biz müqayisə eləməliyik. Görək nə deyilir? A-da deyilir ki, əruz vəznindədir, şeir vahidi beytdir.
Baxın, həm Qafqaz müsəlmanlarına xitab, həm də Neylərdin ilahi əsəri əruz vəznindədir. Şeir vahidi beytdir. Yəni biz A-dakı fikri ortaya yazacağıq. Baxın, orada qarışıqdır. Mən belə yazım. 3-ə A. İctimai satira nümunəsidir. Biz bu fikri Neylərdin ilahiyə aid eləyəcəyik. Yəni B-ni 2-yə yazacağıq. Gerilikdən xilas olmağın yolları göstərilir. Biz bu fikri aid eləyəcəyik Qafqaz müsəlmanlarına xitab əsərinə. Yəni 1-ə C. Məsnən formasından qafiyələnmişdir. Məsnən formasından qafiyələnən Qafqaz müsəlmanlarına xitab əsəridir. Neylərdin ilahi qəzəl formasındadır. Yazırıq bura D, 1-ə C-dir. Davam edək, məzlumun zalımın zülmünə dözməsinə etiraz ifadə olunur. Bu isə Neylərdin ilahi əsərinə aid olan fikirdir. Yəni Y-ni yazacağıq 2-yə. 1 C-D, 2 B-Y, 3 A. Testimizin doğru cavabı olacaq Y variantı. 1 C-D, 2 B-Y, 3 A. Yəni Y. Davam edək. Görək 71-də nə soruşulur? İlyas Əfəndiyevin Xurşudbanu Natəvan əsərindəki Seyid Hüseyn və Knyaz Xasay obrazları üçün ortaq olmayan xüsusiyyətləri müəyyənləşdirin. Baxaq, vətənpərvərliyi ilə diqqəti cəlb eləyir. Həm Knyaz Xasay, həm də Seyid Hüseyn vətənpərvər obrazı idi. Ona görə də biz biri onlar üçün ortaq cəhət götürə bilərik. Ancaq bizə ortaq olmayanlar lazımdır deyə biz birə dəymirik. Natəvanın açdırdığı məktəbdə çalışır. Məktəbdə çalışan yalnız Seyid Hüseyn idi. Knyaz Xasay məktəbdə çalışmır. Yəni bu onlar üçün ortaq olmayan cəhətdir. 2-ni götürəcəyik. 3. Şuşaya təqibdən qurtulmaq üçün gəlib. Şuşaya təqibdən qurtulmaq üçün gələn Seyid Hüseyn idi. Knyaz Xasay təqibdən qurtulmaq üçün gəlmir Şuşaya. Bu ikisi üçün ortaq fikir olmayacaq. Yəni biz 3-ü götürürük. Xurşudbanı təmiz məhəbbətlə sevir. Bəli, hər ikisi Xurşudbanı saf məhəbbətlə sevirdi. Bu onların hər ikisi üçün ortaq cəhət olduğu üçün cavaba sala bilmərik. Şairlər məclisində iştirak edir. Şairlər məclisində iştirak edən yalnız Seyid Hüseyn idi. Knyaz Xasay bu məclisdə iştirak eləmir. Yəni onlar üçün ortaq cəhət deyil. Testimizin doğru cavabı olacaq 2, 3 və 5. C variantı. Belə yazım. 2, 3 və 5 C variantı. Davam eləyək. 72-ci sualla davam edirik. Görək 72-də nə soruşulur? Soruşulur ki, Cəfər Cabbarlının Oqtay İloğlu əsərində səbəb-nəticə əlaqəsi ilə bağlı uyğunsuzluğu müəyyən edin. Səbəb kimi göstərilib ki, Oqtay aktyorluq edir. Nəticədə əmisi onun nişanlısını özgəyə ərə verir. Bəli, doğru fikirdir. O əmisi qızı ilə nişanlı idi. Biz Səməd bəyin nitqindən müəyyənləşdiririk ki, əmisi Oqtayın aktyorluq elədiyini görüb və öz qızını özgəyə nişanlayıb. B. Səbəb. Sevər qardaşından teatra qayıtmasını istəyir. Nəticədə Oqtay bacısı üçün səhnəyə çıxmağa razı olur. Xeyr, Sevər qardaşından belə bir şey istəmirdi və Oqtayın səhnəyə qayıtmasına səbəb Sevərin bu istəyi deyildi. Bəli, Sevərə görə qayıdır. Ancaq Sevərin bu istəyinə, baxın, qardaşının teatra qayıtmaq istəməsinə görə deyildi. Testimizin doğru cavabı olacaq B variantı. C. Antreprenyor mənzil pul istəyir. Nəticədə Oqtay üzüyünü ona göndərir. Bəli, doğru fikirdir. Bizə uyğunsuzluq lazım idi. D. Səbəb. Oqtay nitqində öz adını çəkir. Nəticədə Sevər onun qardaşı olduğunu anlayır. Bəli, doğru fikirdir. Y. Səbəb. Danyar bəy Şəkinskiyə pul göndərir. Nəticədə Şəkinski tamaşanın baş tutmamasına çalışır. Bu da doğru fikirdir. Yəni 72-ci testimizin doğru cavabı olacaq B variantı. 73. Aşıq Ələsgərin Dağlar qoşması ilə bağlı doğru fikri müəyyənləşdirin. Baxa görək, hansı fikir doğrudur? A. İlin bütün fəsillərində dağların aldığı görkəm öz əksini tapmışdır. Baxın, bizə bir ay yarım qoşması ilə bağlı doğru fikri deyir. Bir ay yarım Nobahardan keçəndə qoşmasında ilin bütün fəsillərlə bağlı görkəm çatdırılmamışdır. Bu yanlış fikirdir. Dağlar sözü rədif olsa da müraciət obyekti deyil. Xeyr, dağlar həm də müraciət obyektidir. Xitab da orada bədii xitabdır. Yanlış fikirdir. Dağların kimsəsiz görkəmi ilə insan kədəri vəhdətdə verilib. Bəli, doğru fikirdir. Testimizin doğru cavabı olacaq C variantı. Kədər motivli şeirdə satirik ovqat da hiss olunur. Burada satirik ovqatdan söhbət gedə bilməz. Yanlış fikirdir. Dağ adı çəkilməyən qoşmada yurdun misilsiz gözəlliyi tərənnüm olunur. Xeyr, orada dağ adları çəkilmişdir. Dağ adı çəkilməyən qoşma birinci qoşmadır. Yəni, nikmə ruhda olan qoşmadır. Testimizin doğru cavabı olacaq C variantı.
74. Nəsiminin Sığmazam qəzəli ilə bağlı yanlış fikri müəyyənləşdirin. Baxaq görək. Lirik qəhrəman başlanğıcını varlığın sahibi olanla bağlayır. Bəli, doğru fikirdir. O, başlanğıcının varlığın sahibi ilə bağlayır, yəni Allahla bağlayır. Lirik qəhrəman varlığı və yeri öz əlaməti kimi dəyərləndirir. Bu da doğru fikirdir. İnsanın maddi və mənəvi aləmlə eyni olması fikri öz əksini tapır. Bəli, bu da doğru fikirdir. Deyir, məndə sığar ki cahan, mən bu cahana sığmazam. O iki cahan deyəndə maddi və mənəvi cahan aləmi nəzərdə tuturdu. Əlamətinin ulu olduğunu söyləyən müəllif bu əlamətə sığmadığını bəyan edir. Bəli, söhbət sonuncu beytdən gedir. Bütün yaradılmışlar yeryüzünün əşrəfi kimi təqdim edilir. Baxın, bütün yaradılmışlar deyil, yalnız insan yeryüzünün əşrəfi kimi təqdim edilir. Yanlış fikir Y variantıdır. Testimizin doğru cavabı olacaq Y. Davam eləyək, görək 75-də nə soruşulur? Basatın Təpəgözü öldürdüyü boyda ən son baş vermiş hadisəni müəyyənləşdirin. A. Basat Təpəgözü necə öldürmək mümkün olduğunu soruşur. Bu bir hadisəmiz. Təpəgöz Basatla süd qardaşı olduğunu öyrənir. Təpəgöz Oğuz elinə çəkdirdiklərini etiraf edir. Təpəgöz Basada günbəzdə qızıl olduğunu söylüyor. Basat oxla qılıncın zəncirini qırır. Bizə verilən hadisələr arasında ən birinci baş vermiş hadisə Basat Təpəgözü necə öldürmək mümkün olduğunu soruşur. Ən son baş verən hadisə isə Təpəgöz Oğuz elinə çəkdirdiklərini etiraf edir. 75-ci testimizin doğru cavabı olacaq C variantı. 76. İsmail Şıxlının Namərd gülləsi əsərinə əsasən yanlış fikri müəyyən edin. 1. Mürşid Nəcibliyin xeyirxahlığın hökm sürdüyü mühidə bədxah mənaviyyətlə gəlmişdir. Nəticə göstərilib ki, ona edilən yaşlılığı tez unudub namərdcəsinə addım atır. Bəli, səbəb və nəticə doğru göstərilmişdir. Bədxah mənəviyyətlə gələn mürşid ona edilən yaşlılığı unudur, namərdcəsinə addım atır. Doğrudur. 2. Niftalı Koxa namərd gülləsi ilə ölməyi özünə yaraşdırmır. Yəni o, mürşidin gülləsi ilə ölməyi özünə yaraşdırmır və Kərəmdən onu alından vurmasını istəyir. Bəli, doğru fikirdir. Mürşid Niftalı Koxaya kobud cavablar verir. Nəticədə Niftalı Koxa sərt şəkildə ona həddini bildirir. Bəli, bu da doğrudur. Mürşid ona yardım əli uzadan insanın qatilinə çevrilir. Nəticədə etdiyi hərəkətin cəzası olaraq Kərəm tərəfindən öldürülür. Xeyr, yanlış fikirdir. Kərəm onu öldürmür. Cavab olacaq 4. Mürşid Niftalı Koxanın atasına pənah gətirir. Nəticədə kişinin ona yazığı gəlir, yardım edir və arxa dayaq durur. Bu da doğru səbəb nəticə əlaqəsidir. Testimizin doğru cavabı olacaq A. Yəni 4. A. Buradan da yazaq 4-də yazaq ki, başqa variant olanda uşaqlar rahat tapsınlar. 77. İblis əsərindəki obrazlara bağlı yanlış fikri müəyyənləşdirin. Vasif Türkün mənəvi inkişafına üstünlük verir. Əsərin sonunda şəhərin qurbanına çevrilir. Bəli, həmin mədəniyyətlə bağlı fikir elə Vasifə aid idi, doğru fikirdir. İbn Yəmin vaxtı ilə öldürmək istədiyi şəxsdən əfv diləyir. Onun vaxtı ilə öldürmək istədiyi şəxs kim idi? Elxan idi. Bəli, o əsərin sonunda Elxandan əfv diləyir. Bu da doğrudur. Arif müharibə olmayan həyat arzuluyur. Bu əsərin əvvəlinə aid doğru fikirdir. Haqq, ədalət axtarışları onu kamil insana çevirir. O kamil insana çevrilmir. Yanlış fikirdir. Elə doğru cavabımız olacaq C variantı, çünki bizdən yanlış istəyir. İblis əsərin əvvəlində onu qovan obraz tərəfindən mürşid adlandırılır. Bəli, Arif tərəfindən əsərin sonunda iblis mürşid adlandırılır. Arif əsərin əvvəlində iblisi qovurdu. Doğrudur yəni. İxtiyar Şeyx xəyalı gözdən görən nəvəsinin qatilinin tapılmasını istəyir. Bəli, doğru fikirdir. Yəni testimizin doğru cavabı olacaq C variantı. Davam eləyək. 78. Müqayisə cədvəlinə əsasən nöqtələrin yerinə yazıla bilən fikirləri müəyyənləşdirin. Baxaq, elə hamısı görünsün. Müqayisə edirik Səadət xanımı Müsbət Fəxrəddin əsərindən və İsməti Hüseyn Cavidin Ana əsərindən. Onlar üçün ortaq cəhət tapmalıyıq bir dənə. Bir fikir tapmalıyıq Səadət xanıma aid, bir fikir də tapmalıyıq İsmətə aid. Baxaq. A-da deyilir ki, nişanlısının arzu və əməllərinə hamıdan çox duyur və qiymətləndirir. Baxın, burada nişanlısının sözü olmasaydı, biz bu fikri rahat şəkildə Səadət xanıma aid eləyə bilərdik. Ancaq Səadət xanım Fəxrəddinin nişanlısı deyildi deyə biz A-dakı fikri
nə Səadətə uyğunlaşdıra bilmərik. Ona görə də İsmətə də uyğunlaşdıra bilmirik ki, baxın bu əsərdə belə bir fikir yoxdur ki, o Qanpoladın arzu və əməllərini hamıdan çox duyur və qiymətləndirir. Yanlışdır. Yəni A olanları çıxırıq, A olanlar doğru cavab kimi götürülə bilməz. B. Sevmədiyi şəxsdən birbaşa sevgi etirafı eşidib onu rədd edir. Bu həm Səadətə aid doğru fikirdir, həm də İsmətə aid doğru fikirdir. Belə ki, Səadət Cahangir bəydən, İsmət isə Orxandan sevgi etirafı eşidib rədd edilir. Yəni B-ni yazacağıq baxın 2-yə. C. Sevgisini ona etiraf edən şəxs öz dostunu Məcnun adlandırır. Söhbət deməli Orxandan gedir. Orxan öz sevgisini İsmətə etiraf edir. Öz dostu İzzəti Məcnun adlandırır. Yəni biz C-dəki fikri yazacağıq 3-ə. Sevdiyi adamın ölümündən sonra ömrünün uzun olmayacağı qənaətindədir. Bu fikir Səadət xanıma aid olan fikirdir. Yazırıq 1-ə D. Ölüm ayağında olan sevgisi tərəfindən adı dilə gətirilir. Həm Səadətin adı Fəxrəddin tərəfindən dilə gətirilir ölüm ayağında olanda, həm də İsmətin adı Qanpolad tərəfindən dilə gətirilir. Yəni də o ölüm ayağında. Yəni Y-də verilən fikri biz ortaya yazacağıq. Belə olduğu halda 1D yazaq. Baxın bura. 1D, 2BY, 3C. Baxaq görək hardadır bu? 1D, 2BY, 3C. Y variantı ilə şərtimiz doğru cavablandırıb testin cavabı olacaq Y variantı. 79. Cədvəldə hansı fikirlərin geri dəyişdirilsə uyğunluq bərpa olar? Cədvəldə bizə Koroğlu və Bolubəy qolu verilib, eyni zamanda Həmzənin qıratı qaçırması qolu verilib. Baxaq görək hansı fikirlərin geri dəyişdirilməlidir? 1. Bolubəy Koroğlunu gətirməyin qarşılığında Hasan Paşadan qızını istəyir. Bəli, bu Bolubəy qoluna aid doğru fikirdir. Bu hadisə Bolubəy qolunda baş verir. Bolubəy Koroğlunu gətirəndən sonra Hasan Paşadan əvvəl qızını istəyir ki, qızını ver, sonra Koroğlunu verir. 2. Mehdər Murtuz Çənlibelin yolunu yaxşı tanıyan obraz kimi təqdim olunur. Baxın, Mehdər Murtuzun təqdimatı Həmzənin qıratı qaçırması qolundadır. Yəni 2 əslində digər xanaya keçməlidir. 3. Hasan Paşa üç tərəfli hücum tədbirini gerçəkləşdirmək üçün qoşun başçılarına namə yazır. Bəli, bu Bolubəy əsərində, yəni Koroğlu və Bolubəy qolunda baş verən hadisədir. İndi keçək Həmzənin qıratı qaçırması qolu ilə bağlı hadisələrə. Deyilir ki, Bolubəy Qacaralı və Mehdər Murtuzun ona verilməsi şərti ilə Hasan Paşanın təklifinə razılıq verir. Bəli, Bolubəyin şərti olur. O şərt o idi ki, o Qacaralını və Mehdər Murtuzu Hasan Paşa ona versin. Bu doğrudur. Mehdər Murtuz Koroğlunun igidliyinin yarısının qıratda olduğunu bildirir. Bəli, bu da Həmzənin qıratı qaçırması qolunda baş verir. 6. Koroğlu təsadüfən qarşılaşdığı düşmənə özünü qoruqçu kimi təqdim edir. Söhbət Koroğlu və Bolubəy qolundan gedir. Deməli, Koroğlu Bolubəylə qarşılaşanda yaraqsız, yasaqsız idi və özünü Çənlibelin qorxucusu kimi təqdim edirdi. Yəni biz 2 və 6-dakı fikirlərin yerini dəyişməliyik. Testimizin doğru cavabı olacaq Y variantı. Davam eləyək. Görək 80-də nə soruşulur? 80-də biz uyğunlaşdırma aparmalıyıq Axundzadənin komediyaları əsasında. Deməli, bizə 4 əsər verilib. Hekayət-i Müsyo Jordan, Hekayət-i Vəziri Xani Lənkəran, Hekayət-i Mərdi Xəsis və Hekayət-i Xurs Quldur Basan. Baxaq görək. Hansı fikir hansı əsərə aiddir? 1. Əsas gülüş hədəfi komik planda təsvir edilən tamahkar, acgöz, ikiyüzlü tacirdir. Söhbət gedir Hekayət-i Mərdi Xəsisdən. Yəni, baxın, 1, 3-cü yerdə dayanmış olacaq. Məişətdəki köhnə qaydalar, mühafizəkarlıq, zorakarlıq tənqid edilir. Söhbət Hekayət-i Xurs Quldur Basandan gedir. Baxın, 2-ni yazırıq bura. Mövzusu xanlıqlar dövrünün həyatından götürülmüşdür. Bu, Hekayət-i Vəziri Xani Lənkəran əsəridir. 3-ü yazırıq bura. Və gerilik ətalət gülüş hədəfindən çevrilir. Gənclər inkişafa, dünyavi elmləri öyrənməyə çağırılır. Söhbət Hekayət-i Müsyo Jordan və Dərvişi Məstəri Şah əsərindən gedir. 4-ü yazırıq bura. Yəni, ardıcaq belə olacaq. 4, 3, 1, 2. Testimizin doğru cavabı olacaq D variantı. Davam eləyək. Füzulinin məni candan usandırdı qəzəli haqqında yanlış fikri müəyyənləşdirin. Lirik qəhrəman bütün beytlərdə yarın cəfa verməkdən usanmadığını mübaliğələrlə ifadə edir. Yanlış fikirdir və testimizin doğru cavabı olacaq A variantı. Lirik qəhrəman ayrılıq gecəsi keçirdiyi hissləri mübaliğəli yolla təsvir edir. Doğru fikirdir. Şəbi hicran yanar canım, tökər qan çeşmi giryanım, oyadar xalq əfqanım, qara bəxtim oyanmazmı?
doğru fikirdir. Aşiq həyəcanını elə təsirli dillə bəyan edir ki, ona inanmamaq mümkün deyil, doğru fikirdir. Əsərdə yara, canana münasibətdə sufiyanə məhəbbətin əlamətləri duyulur, doğru fikirdir. Bəli, məşuqənin cəfasından usanan aşiq tutduğu yoldan dönməyi xəyalına da gətirmir, bu da doğru fikirdir. Yəni 81-ci testimizin doğru cavabı olacaq A variantı. 82. Hansı əsər haqqında məlumat yoxdur? Bizə verilib Talvar, Zəhər, Namərd gülləsi, Qaytar mənim qüdrətimi Azərbaycan və Zeynalabdin əsərləri. Baxaq. Mübarizəyə, döyüşə çağırış, qələbəyə idam ifadə olunur. Söhbət Qaytar mənim qüdrətimi Azərbaycan əsərindən gedir, deyə çıxdı. Ayrı-ayrı insan talelərinin təsvirində xeyirxahlıq və bədxahlıq, mərdlik və namərdlik kimi anlayışlar öz dolğun ifadəsini tapmışdır. Söhbət Namərd gülləsindən gedir. Adi bir əhvalatla başlayan bu əsərdə sadə peşə adamının ədəbi qəhrəmana çevrilməsi əməyə verilən dəyər əsas mövzudur. Söhbət Talvardan gedir. İnsan və onun təbiətə münasibəti ön plana çəkilən məsələlərdəndir. Söhbət Zəhərdən gedir. Doğru cavabımız olacaq Y variantı. Y. Davam eləyək. Cabir Novruzun Mən bizim anaları günəşlə tən tuturam şeiri ilə bağlı doğru fikirləri müəyyənləşdirin. Seçmə üsulu ilə tapacağımız cavabdır. Baxaq görək, hansı fikirlər doğru cavab olacaq. Lirik qəhrəman yalnız öz adından deyil, bütün övladların adından danışır. Bəli, doğru fikirdir, o yalnız öz adından danışmırdı. Əsərdə anaların yalnız sevincli, fəxarətli anları tərənnüm edilir. Xeyr, yanlış fikirdir. Bir gecədə saçını ağardan analardan da danışılırdı orada. Anaların kədərli anlarından da danışılırdı orada. Şair əlləri qabardan tunclaşan analara heykəl qoymaq istədiyini dilə gətirir. Doğrudurmu? Bəli, doğru fikirdir. Övladları döyüşdən geri dönməyən analar bir gecədə saç ağardan analar kimi təsvir edilir. Bəli, bu da doğru fikirdir. Müəllif oğul itirib gəlinsiz qalan anaları nəğmələrlə vəsf etmək istədiyini bildirir. Xeyr, onları övlad məhəbbəti ilə isitmək istədiyini bildirirdi. Yəni 5 yanlışdır. Silindi. Doğru cavabımız 5 yanlışdır. Belə olduğu halda testimizin doğru cavabı olacaq 1, 3 və 4. Davam eləyək. 84. İsa Hüseynovun Zəhər hekayəsində Meşəbəyi obrazı ilə bağlı doğru fikirləri müəyyənləşdirin. Baxaq görək. Zəhər hekayəsində deməli Mirqasımla bağlı doğru fikirlər hansı fikirlərdir? Atın ölümündə Daşdəmiri günahlandırırdı, yanlış fikirdir. Meşəyə və atına olan xüsusi bağlılığı ilə diqqət çəkirdi. Bəli, doğru fikirdir. Atın ölümünə səbəb olan asırqalları məhv etmək qərarına gəlir. Yanlış fikirdir. Əsərdə belə məqamla rastlaşmırıq. Yadına düşən bayatı ölümdən bəhs etdiyi üçün onu oxumur. Bəli, doğru fikirdir. Ölümdən bəhs etdiyi üçün onu dilinə gətirmir. Meşəni gözləyən son aqibətdə oğlanlarını günahkar bilir. Bu da yanlış fikirdir. Testimizin doğru cavabı olacaq 2 və 4. Davam eləyək. Müqayisə cədvəlinə əsasən Mirzə İbrahimovun Azad hekayəsində iştirak edən obrazlara bağlı doğru fikirləri müəyyənləşdirin. Müqayisə cədvəlidir, diqqətli olmalıyıq. Azad və Fərdanı müqayisə eləyəcəyik. Azərbaycan Xalq Konqresinə nümayəndə seçilir. Azərbaycan Xalq Konqresinə nümayəndə seçilən Fərda idi, Azad deyildi. 2. Sözlə ifadə edə bilmədiklərini öz əməlləri ilə göstərir. Bəli, söhbət Azaddan gedir. Doğru fikirdir, 2-ni seçirik. Azadın ölümü xəbərini təəssüf hissi ilə anasına çatdırır. Fərda, yanlış fikirdir. Əsərdə belə bir məqam yoxdur. Tehran mürtəcilərinin orada törətdiyi fəsadlar səbəbilə Zəncana göndərilir. Bəli, doğru fikirdir. Həyatın mənasını doğma vətənin saadəti üçün çalışmaqda görür. Bu da doğru fikirdir. Yəni testimizin doğru cavabı olacaq 2, 4 və 5. Davam eləyək. Mircəlalın Açıq kitab əsərində iştirak edən obrazlarla bağlı uyğunluğu müəyyən edin. Poladov, Səttarzadə və Vəzirbəyli. İşi Milis İdarəsində olan Vahidi zəmanətə götürür. Söhbət Səttarzadədən gedir. Ürək layihəsinin qalib layihəyə seçilməsinə təəccüblənir. Söhbət Vəzirbəylidən gedir. Vahidi müsabiqədə görmək istədiyini açıq şəkildə dilə gətirir. Söhbət yenə də Vəzirbəylidən gedir. Toy məclisində gənclərə öz tarını hədiyyə edir, öz tarını hədiyyə eləmir. Yanlış fikirdir. Səttarzadə haqqında yanlış vermiş fikirdir, uyğunlaşdırmırıq. Vaxtı olmadığı üçün ona göndərilən layihəyə baxa bilmir. Söhbət Poladovdan gedir. Yəni testimizin doğru cavabı 1Y, 2A,
3 B C. Davam eləyək. Mətn salına gəldi, çatdı artıq növbə. Şahsənəm mətni təqdim olunub. Oxuyaq görək mətndə nə danışılır. Sənə kimdən deyim? Şahvələddən. Şahvələd ay üzlü Şahsənəmin əmisi oğlu idi. Eşitdi ki, əmisi qızını Qərib adında birisi istəyir. Qızın da ona meyli var. Bu artıq heç kimdən gizlin deyildi. Elçi göndərdi əmisinin yanına. Xacə razılıq verdi. Qızı Şahvələdə nişanladılar. Elçilər mübarək olsun deyib gedib bu xəbəri Şahvələdə getirdilər. Şahsənəm eşitdi ki, atası Qəribin elçilərini rədd edib, Şahvələdə söz verib. Şahsənəmin günü oldu qara. Gecə-gündüz ağlamaqdan gül kimi saralıb soldu. Şahsənəm Qərib deyib ağlamaqda olsun. Bu tərəfdən Şahvələd gözəl bir xonca tutub, bir imansız qarı tapdı. Xonçaları qarı ilə göndərdi Şahsənəmə. Baxaq, qarı Şahsənəmin yanına gəlib xonçanı qoydu qabağına. Şahsənəm xəbər aldı. Qarı nənə, bu xonçanı kim göndərib? Qarı dedi, bıyı qadan alım. Necə kim göndərib? Nişanlı Şahvələd. Şahsənəm Şahvələdin adını eşidən kimi xonçaları tulladı çölə. Ağca qıza dedi, bu qarını atın pilləkəndən aşağı. Ağca qız qarını itələyib saldı pilləkəndən aşağı. Qarı donquldana özünü getirdi Şahvələdə. Şahvələd qarını bu halda görüb xəbər aldı. Qarı nənə, necə gəldin? Qarı dedi, ağrın ürəyimə necə gələcəyəm? Nişanlı Şahsənəm xonçanı götürüb həyətə tulladı. Öz də məni o qədər döydü ki, öz adımı belə yadımdan çıxdı. Bunu eşidən Şahvələd hələ də ümidini itirmədi. Nişanlısının qəlbini ala bilmək üçün çıxış yolu axtarmağa başladı. Aşıq Qərib dastanı əsasında hazırlanmışdır. Baxaq. Bizə nə deyilir? Deyir ki, təqdim olan Şahsənəm parçası əsasında cədvəli tamamlayın. Bədii təsvir və ifadə vasitələrini tapmalıyıq və əsərdən bununla bağlı nümunə göstərməliyik. Deməli, burada dostlar, baxın, mübaliğəyə yer verilib. Harada mübaliğəyə yer verilib? Deyilir ki, baxın, o qədər deyir, mən döydü ki, öz adım belə yadımdan çıxdı. Bunu mübaliğə kimi götürə bilərik. Sonra burada inversiya yer verilib. Elçi göndərdi əmisinin yanına. Sonra var, qarı Şahsənəmin yanına gəlib xonçanı qoydu qabağa. Baxın, qabağına inversiyamızdır. Sonra var, Şahsənəm Şahvələdin adını eşidən kimi xonçaları tulladı çölə. Baxın, bu cümlə. Görürsünüz, hamısı inversiya işləmiş cümlələrdir. Sonra burada təşbih işlənir bədii təsvir vasitələrindən ki, deyir, gecə-gündüz ağlamaqdan gül kimi saralıb soldu. Təşbih nümunəmizdir. Mübaliğəni də qeyd elədik. Baxın, yəni biz burada, hətta epitetimiz də var. Baxın, orada bayaq qeyd olunmuşdu. Ay üzlü Şahsənəm. Baxın, ay üzlü Şahsənəm. Ay üzlü epitetdir. Yəni biz burada həm epitet, həm təşbih, həm inversiya, həm də mübaliğə tapa bilərik. 89-da nə soruşulur? Deyir, əsərin forma xüsusiyyətləri baxımından müqayisə etməklə cədvəli tamamlayın. Biz Şahsənəm parçası ilə Dəhnamə əsərini müqayisə eləməliyik. Forma xüsusiyyətləri baxımından Şahsənəm haqqında yazılıb ki, dastandan parçadır. Bura nə əlavə eləyə bilərik? Əlavə eləyə bilər ki, nəsrlə yazılıb. Əlavə eləyə bilər ki, şifahi xalq ədəbiyyatının nümunəsidir. Sonra Dəhnamə əsəri haqqında nə yaza bilərik? Poema janrındadır. Nəzmlə yazılıb, obraz təhkiyəsinə yer verilib. Baxın, bunları Dəhnamə əsərinə aid eləyə bilərik. Ortaq fikir kimi verə bilərik ki, aid olduğu janrda hadisələrin çatdırılmasında epik təhkiyə və lirik təqdimat vəhdətdə verilir. Çünki həm dastanda, həm də poemada belədir. Hər ikisini aid eləyə bilərik ki, bədii təsvir ifadə vasitələrindən istifadə olunub və s. 90. Şahsənəm parçasında Şahsənəm obrazı ilə biz Leyli və Məcnun əsərində Leyli obrazını müqayisə eləməliyik. Gəlin müqayisəmizi aparaq, görək birinci Şahsənəm haqqında nə deyə bilərik. Şahsənəm cəsarətli idi, coşqun təbiətli idi Leylidən fərqli olaraq. Şahsənəm nişanlısının göndərdiyi adama açıq şəkildə etirazını bildirirdi. Şahsənəm qəribə olan sevgisi hər kəsə məlum idi. Yəni biz bu fikirləri Şahsənəm aid eləyə bilərik. Leyli və Məcnun əsərində Leyli haqqında deyə bilərik ki, sakit təbiətlidir. Sevmədiyi adamla ailə qurmağa qarşı olan etirazını heç kimə söyləmir. Buna başqa deyə bilərik ki, sevgisini gizli saxlayır. Ortaq fikir kimi olaraq qeyd eləyə bilər ki, onların fikri soruşulmadan sevmədiyi adama nişanlandırılırlar və eyni zamanda yaza bilərik ki, sevmədiyi kəsə nişanlandığı üçün ağlayıb sızlayırlar. Düzdür,
Leyli gizli şəkildə ağlayıb sızlayırdı, amma Şahsənəm açıq şəkildə ağlayıb sızlayırdı. Bu qədər dostlar, ümidvaram ki, mənim izahım hər biriniz üçün faydalı olacaq. Diqqətiniz üçün təşəkkürlər.